Salam, bu videoda maliyyə mühasibatlığının fundamental prinsiplərindən biri olan Going Concern prinsipi haqqında danışacağıq. Going Concern bu prinsipə əsasən şirkətin fəaliyyəti ən az bir biznes ili müddətdə davam edəcək. Yəni şirkətin bağlanması və yaxud da ləğv edilməsi güman edilmir. Bu prinsipin əsas məqsədi hesabatların düzgün və təhrifsiz şəkildə hazırlanması, investorların isə öz yatırımlarını daha risksiz şəkildə etməsi üçündür. Məqsəd aktivlərin historical value, yəni tarixi dəyər dediyimiz anlayışla uçota alınmasıdır. Əks halda, əgər şirkətin fəaliyyətinin davam etdirilməsi güman edilmirsə, aktivlər tez bir zamanda satılmalıdır və buna görə də onlar likvidasiya dəyəri ilə uçota alınır. Bu prinsip nə vaxt pozulur? Əgər şirkət borc öhdəliklərini ödəyə bilmirsə, gəlir gətirən fəaliyyət sahəsi dayandırılıbsa və yaxud da iflas prosesi başlayıbsa. Nümunə olaraq göstərə bilərik ki, məsələn bir şirkət müəyyən qədər borc götürüb, lakin şirkətin likvid aktivləri o borcu ödəməyə bəs eləmir. Bu zaman şirkətin Going Concern prinsipində artıq şübhələr yaranır. Audit prosesi zamanı müstəqil auditor özünə bu sual verməlidir. Şirkət növbəti 12 ay ərzində fəaliyyətini davam etdirə biləcəkmi? Əgər burada şübhələr yaranırsa, bunlar mütləq maliyyə hesabatlarında qeyd olunmalıdır. Bu kimi izah edici videoların davamını istəyirsinizsə, səhifəmizi izləməyə davam edin.